Reklam büdcəni daha səmərəli necə istifadə edə bilərəm? Az büdcə ilə reklam vermək xüsusilə kiçik bizneslər üçün vacib bir məsələdir. Doğru strategiyalardan istifadə etməklə minimal büdcənizi səmərəli idarə edərək yüksək nəticələr əldə edə bilərsiniz. Bu strategiyaların bəzilərini nəzərdən keçirək. 1. Reklamlarınızı dəqiq bir hədəf kütləsinə yönəltmək büdcənin səmərəli istifadəsinə kömək edir. Yaş, cinsiyyət, yer, maraqlar və davranışlar üzrə spesifik seçimlər etməklə reklamlarınızı yalnız sizin məhsul və ya xidmətinizə maraq göstərəcək insanlara göstərin. 2. İlk kampaniyanıza böyük büdcə ilə başlamayın. Kiçik miqyaslı kampaniyalarla reklamların nəticələrini izləyin və effektliyinə əsasən daha geniş miqyasda kampaniya qurun. 3. Reklamlarınız üçün gündəlik və ya ümumi büdcə limitləri qoyaraq xərclərinizi izləyin və ehtiyac olduqda tənzimləmələr edin. 4. Reklamlarınızın müxtəlif versiyalarını test edin. Mətin, şəkil, video, çağırış və s. Ən yaxşı nəticə verən reklamları müəyyən etdikdən sonra daha çox büdcəni bu versiyaya ayırın. Bu yanaşma az büdcə ilə böyük risklərdən qaçınaraq daha yaxşı nəticələr əldə etməyə kömək edir. 5. Məhsul və ya xidmətləriniz üçün xüsusi endirimlər, bonuslar və ya ekskluziv təkliflər təqdim edərək reklam kampanyanızın cəlbediciliyini artırın. Sadalanan strategiyaları tətbiq etməklə reklam kampanyanızı optimallaşdıraraq daha yaxşı nəticələr əldə edə və reklam büdcənizi səmərəli şəkildə istifadə edə bilərsiniz. Video sizin üçün faydalı oldusa bəyənməyi və videoların davamı üçün izləməyi unutmayın. Növbəti videolarda görüşənədək hələlik.